Sabahınız xeyir olsun, əziz bacılarım, xanımlar. Hamınızı Arzu'nun mətbəxindən yenidən salamlayıram. Nə tərsiz? Allah həmişə sizi yaxşı eləsin. Şükür Allaha, bizdə də sağlıqdır. Buna da şükürlər olsun. Gözəl xanımlar, bugünkü alışverişimizi istədim sizlə bölüşüm. Mürəbbə bişirmək üçün ağ gilas götürdük. Çox qəşəng gilasdır, xoşuma gəldi. Bugün mən onun hazırlamağın, pişirməyin hamısını inşallah sizlə bölüşəcəm. Xanımlar, kulokların səsi gəlir. Videoda səs onda eşidilmir. Ona görə də istəmirəm kulokların səsi gəlsin deyə. Bu xiyarımızdır, bizim limonumuzdur, qarğıdalıdır, ərikdir, ordubat əriyidir. Bu bizim pendirimizdir. Bu da uşaqlar üçün aldıq şirniyyatımızdır. Çayla içməyə, xamamızdır. Qaymağımızdır salat üçün. Bu bizim kənd yumurtamızdır. Bizim çörəyimizdir, küncütdür. Bu da qara çörəkdir, qəndimizdir. Bu bizim gilasımızdır. Xanımlar, bunlar göyərtidir. Bunlar şəftəlidir, meyvələr. Yemişdir, kökdür. Bu da bizim pesokumuzdur, gözəl xanımlar. İnşallah mən bu bazarlığımızı yerbəyer eləyim. Səliqə ilə hərəsinin öz yeri var. Qablaşdırım, yığım. Sonra mən gilasımızın təmizləməyin, hazırlamağın, bu gedən proseslərin hamısını gözəl bacılarımla bölüşəcəm inşallah. Allahın izni ilə. Gözəl xanımlar, mən gilasımızı yudum, saplağını təmizlədim. İndi tumunu çıxardıram. Dedim, biraz o prosesi də sizlə bölüşün. Pesoxlayanda, bişirəndə, son halında yenə mənim gözəl bacılarım. Sizlə bölüşəcəm hamısını inşallah. Allahın köməkliyi ilə. Siz də inşallah hazırlayın, dışa tədarik görün, bişirin inşallah. Ailəmizlə, evlatlarımızla, nəvələrimizlə bir yerdə şirin ağızla oturun çay için. Allah hamının ruzusunu bol eləsin. Bizdə içində inşallah. Xanımlar, biraz çox yormaq istəmirəm sizi. Elə qısa göstərəcəm. Bunu bizim gözəl xanımlarımız hamısı zaten bilirlər. Bir də xanımlar, abunə olmağı, like etməyi unutmayın. Yazan əlləriniz var olsun. Allah hamınızdan razı olsun, mənim gözəl bacılarım. Hamınızdan razıyam. Çox gözəl yorumlar yazırsınız, sözlər yazırsınız. Arzu'nun mətbəxinə bildirirsiniz. Mən də çox məmnun oluram. Hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Allah sizləri var eləsin. Yazan əlləriniz var olsun. Baxan gözləriniz var olsun. Hər zaman sağlam olasınız. Elə bizim videolarımıza baxasınız inşallah. Ardını da necə hazırlayacağım gözəl xanımlar. Onu da yenə çəkərəm, göstərərəm sizə inşallah. Salam xanımlar. Gilasın tumunu təmizlədim, çıxartdım, hazır formasını. İndi sizlə bölüşüm. Burada qaldı 3 kilo peso. 3 kilo da gilas. Təmiz formasında 3 kilo gilas qaldı. Pesoğumuzu tökürük. Sonra gilasımızı hərəsindən bir sloy tökürük, qəşəng pesoxluyuruq. Sonra özünü tutur. Sokun buraxır 1 saat. Mən su tökmürəm xanımlar gilasa bişirəndə. Çünki özünün soku çıxır.
Onun üçün mən su tökmürəm qətiyyən. Çox da qəşəng çıxır. İnşallah görərsiniz. Pişmiş formasında göstərərəm, hazır. Hamısını sizlə bölüşəcəm inşallah. Yenə deyirəm, gənc xanımlarımız var, yeni ailə quranlarımız var. Allah hamısını xoşbaxt eləsin. İnşallah. Onlar üçün eləyirəm ən çox. Onlar baxsınlar, yararlansınlar inşallah. Allah yenə deyirəm, hamının ruzusun bol eləsin biz də içində inşallah. Xanımlar, abunə olmağı unutmayın. Allah köməyiniz olsun. Bax, belə ardıcıl tökdüm hamısını. İnşallah özünü tutsun, sokunu buraxsın, Allah qoysa. Pişirəndə də göstərəcəm, hazırında. Siz də hazırlayın, qışa tədarik görün, ailənizlə yenə deyirəm. Oturun, qəşəng çay için, şirin ağızla. Allah xeyir versin bizim də mürəbbəmizə, biz də xeyirli, şirin ağızla, bir yerdə ailəmizlə, balalarımızla, nəvələrimizlə inşallah çay içək. Gələn qonaqlarımızı qarşılayaq, süfrəyə qoyaq, onlar da şirin ağızla, noşucandan içsinlər. Xanımlar, yenə hazırın, pişəndə göstərəcəm inşallah. Yenidən salamlar olsun sizə, əziz xanımlar. Mən gilas mürəbbəmi qoydum üstünə. Pis o ərisin, vamxod da qoymuşam hələ ki. Ərisin, qəşəng pişsin. Burada demək 3 kilo gilasımızdır, təmiz. 3 kilo da pesovumuzdur. İnşallah pişsin. Hazır formasında yenə göstərəcəm. Xanımlar, pişməyinə 20 dəqiqə qalmış. Xırda-xırda doğradığım limon qabığıdır. Onu tökəcəm mürəbbəmizin içinə. Burada da bir 15 dənə, 16 dənə mixəkdir. Onu da mürəbbəni götürməyə 5 dəqiqə qalmış mixəyimizi tökəcəm. Mən hansısa videolarımın birində demişdim sizə. Mən sarı rəngdə olan meyvəli mürəbbələrimə həmişə mixək tökürəm. Ağ gilas mürəbbəsinə isə limon doğrayıram xırda-xırda qabığın. Onu tökürəm. İnanırsınız, o qədər gözəl alınır. Həm ətri gözəl olur, həm içəndə ağız dadına uyğun olur adamların. O qədər gözəl olur ki, belə dadından doymaq olmur mürəbbənin. İnşallah xanımlar bişsin, hazır olsun. Limonun qabığını dediyim kimi doğramışam. Onu da tökəndə, mixəyi də tökəndə hamısını göstərəcəm sizə inşallah. Xanımlar, qəşəng burada maşallah mürəbbəmiz qaynayır. Qaynara düşübdür. Qəşəng bişir. Bişsin, hazır olsun. Yenə onu da göstərərəm sizə Allahın izni ilə. Bu arada xanımlar mənə yorumlar yazırlar, gözəl xanımlarımız. Arzu xanım, Qarabağ aşı istəyirik, pişirəsiniz onu, YouTube'a yerləşdirəsiniz. Mən də hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Yazdım ki, inşallah özüm də istəyirəm, pişirim. Sadəcə xanımlar, bu aralarda biraz başım qarşı oldu. Videolarda heç çəkə bilmədim. İnşallah pişirərəm, onu da yerləşdirərəm YouTube'uma Allahın köməkliyi ilə. Onunla da tanış olarsınız, gözəl xanımlar. Allah sizdən razı olsun. O qədər mənə ruh verirsiniz ki, o yazılarınızla, gözəl sözlərinizlə. Vallahi doğrudan deyirəm, həqiqətən Allah sizdən razı olsun. Məni çox ruhlandırırsınız, çox xoşuma gələn sözlər, rəylər yazırsınız. Allah hamınızın canını sağ eləsin, balalarınızı xoşbəxt eləsin. Ailənizdə hər zaman xoşbəxt firavan yaşayasınız, gözəl günləriniz bol olsun. Cümləmizin, gözəllərim,
var olasınız. İnşallah mürəbbəmiz az qalıbda hazır olsun. Yenə hazırında göstərəcəm sizə. Xanımlar, mürəbbəmiz qaynayır. Demək olar ki, pişmək üzrədir. Mən bir 15-20 dəqiqəyə mürəbbəmizin altını söndürəcəm. Ona görə də mən bayaq demişdim sizə. İndi doğradığım xırda limonu tökün mürəbbəmizin içinə. Tökdüm. Xanımlar. İndi bu limonla bu gilas burada qaynasın bir 15 dəqiqə. Ətri buranı bürüyəcək. 5 dəqiqə qalmış götürməyinə xanımlar mürəbbəni. Mixəyi tökəcəm inşallah. Çox qəşəng bir mürəbbə alınır. Mən demək olar ki, xanım, hər il Allah hamıya ömür versin, sağlam can versin. Hamı mürəbbəsini pişirsin, qışa tədarükünü görsün. Mən hər il bax belə pişirirəm ağ gilas mürəbbəsini. Ancaq limonun qabığını doğrayıram, tökürəm mürəbbənin içinə. O qədər gözəl olur, həm dad olaraq, həm vid olaraq. Çox qəşəng, çayla da çox qəşəng gedir xanımlar. Siz də inşallah pişirin, hazırlayın. Ürəyiniz istəsə, mən pişirən üsulla pişirin. Bir dənə görün necə alınır. Mən də çox şad olaram. Yazarsınız ki, Arzu xanım, sizin üsulla pişirdiyim gilasımı. Yəqin ki, yaxşı alınar, qəşəng rəylər yazarsınız inşallah. Qaynayır burada qəşəng. Mixəyimizi də tökək. Bu da bizim mixəyimiz. Xanımlar, rəng olaraq çox xoşuma gəldi. Rəngi də qəşəng çıxdı. Bax, ətri gəlir artıq. Artıq mürəbbəmizin ətri gəlir, gözəl xanımlar. İndi mən bunun altını söndürün. Mürəbbəmizi qoyun kənara, soğusun. Sonra hazır formasını yenə sizlə bölüşəcəm, əzizlərim. Əziz bacılarım, bu da mənim mürəbbəmin hazır forması. İnşallah soğusun. Yenə tökərəm mürəbbə qabına. Hazır formasını orada da göstərərəm. Çox gözəl görünür mürəbbə qabında da. Çox belə qəşəng görünür. İnşallah o halında göstərərəm, əziz bacılarım. Salamlar olsun yenə hamınıza, əziz bacılarım. Mən işlərimi bitirdim, mürəbbəmi pişirdim, altın keçirdim. İnanırsınız, çox yorulmuşam. Elə bu halımda padruqam gəldi, bizdədir. Özümə yaşıl çay tökmüşdüm. Dedi, ay Arzu, mənə da bir dənə yaşıl çay tök, yerinə düşər. Xanımlar, indi oturmuşuq, yorğun halımla mürəbbəmin gözəl çıxıbdı, vəziyyətini görsədim sizə. Padruqam da deyir ki, Arzu çox qəşəng çıxıbdı. Bilmirəm da indi necə görünür. Buyur əziz bacım. Mən bu vaxtlar yaşıl çay içirəm. O məni çox rahatlaşdırır. Siz də pişirin, şirin ağızla yeyin. Allah hamının ruzusunu bol eləsin bizdə içində. Çox qəşəng çıxıbdı. Ətri də burada çox gözəl gəlir. İnşallah siz də qışa tədarük görün. Ailənizlə, evlatlarınızla, nəvələrinizlə şirin ağızla çayınızı için. Əziz bacılarım. Abunə olmağı unutmayın. Like etməyi unutmayın.
İnşallah yorumlarınızı gözləyirəm. Yeni videomdan görüşənə qədər hamınızı öpürəm, bağrıma basıram əziz bacılarım. Var olasınız.